Tapdığımız hansı ki bu firmal 7 dolama adlanır. Azərbaycanda demək olar ki, ən sərt firmaldır bu. 29-34 dərəcə təşkil edir bu tapdığımız firmal. Yanlışa qalmadınız. Bildiyimiz kimi Şuşaya su Kirs dağından saxsı borularla Xan qızı Natəvan tərəfindən çəkdirilir. Yəni o vaxta kimi Şuşada içməli su olmuyor. Bir dənə su olub aşağıda şor bulaq deyilmişlər. Damcılı bulaq kimi tanınır. O bulaq olub bir dənə, onun da suyu damcı gəldiyindən yəni yox kimi bir şey olur. Yolumuzun solunda yuxarıda gördüyünüz dağ Kirs dağıdır, Böyük Kirs dağı. Karşısındaki Bala Kirs'tir. Herkesten xahiş edirəm. Şuşanın azad olunması üçün geniş miqyaslı hərəkət başlanır. Əsas baza, xüsusi təyinatlı qüvvələr olmaqla, digər qoşun növlərinin iştirakı ilə Hər biriniz Şuşa şəhərinə xoş gəlmişsiniz. Hamının fikri məndə olsun, gedəcəyimiz yerlər haqqında məlumat verim ki, sonra heç kim əlavə sual verməsin. Buradan gedirik bir nömrəli məktəbin yanına, kənd təsərrüfatı texnikumunun qarşı tərəfinə. Orada avtobusu saxlayacağıq. Şuşalılardan öz evinə gedən yoxdur, amma bizlə hərəkət edəcək. Oradan qalxacağıq Cıdır düzünə. Cıdır düzündən yenəcəyik Vaqifin məqbərəsinə. Oradan gələcəyik, yenidən avtobusa minərək icra hakimiyyətinin qarşısına gələcəyik. Orada avtobusdan düşüb Xan qızı Natəvanın evinin yanından düşəcəyik Şuşa qalasına. Yəni Gəncə qapısı olan hissəyə. Orada ziyarətdən sonra qaydacıyıq Qoçat restoranına. Hər kəsdən xahiş edirəm. 3-ə 10 dəqiqə qalmış Qoçat restoranının qarşısında avtobusumuz orada olacaq. Hamı avtobusun içərisində olsun. 3-ə 10 dəqiqə qalmış. Adil, o tarafa değer olmaz ha. O taraf. Üşü, beri bakın da. Aşağıdan ses geliyor, öyle bir çay var. Su sesi. Nizat! Çek gidin. Eyüp yok, çek desen düşerim çek.
Hamısını verəcəm. Özünü yok. Aşağıya düşürsün. Yazılır. Ha, Başqa o deyil. yok budur. Aşağıya düşürsün, görərsiniz. Şeyin Həmin bu yazılır. Və İsa bulağı hardadır? Sağ bulağı əks tərəfdə. Getməyəcək də. Yox, ora bizim turumuz yox. Yəni maraqlı yerdir orada. Ona görə oranı yaxşının yaxşılıqlar. Ha. Necə? Ha. Böyük hesab. İşte deyir, şurada qədəm şəkili var. İsa bulağı. Bura kağıdımızlardır. Yalnız siz yanınız. Siz yanınız. İnşallah bu məsciddə namaz qılmaq istəyirik. Görək baxsalar.